baxaq. A, B və C ədədlərinin ədəd ortası 16-ya, D və Y ədədlərinin ədəd ortası isə 11-ə bərabər olarsa, A, B, C, D, Y ədədlərinin ədəd ortasını tapın. Bilirik ki, ədəd ortanı tapanda ədədləri toplayıb sayına bölürük. Deməli, 3 dənə ədəd verirsə, A plus B plus C bölünsün 3 bərabərdir 16-ya. Buradan alırıq ki, A plus B plus C bərabərdir 48. D-Y ədədlərinin ədəd ortası isə 11-dirsə, deməli D plus C bölünsün 2 bərabərdir 11. D plus Y bərabərdir 22. Bizdən bu ədədlərin ədəd ortasını istəyir. Yəni A plus B plus C plus D plus Y bölünsün 5. Bu da bərabərdir 48 üstəgəl 22 böl 5. 70 böl 5. Cavab verir 14.